Dünya mediaları 2 həftə əvvəl nə deyirdi, bilirsinizmi? İran bitdi, İslam Respublikası dağılır, son günləridir. Amma dünən nə oldu? 22 bəhməndə, yəni 11 fevralda, rəqəmlərə görə 34 milyondan çox insan, tək bir şəhərdə yox, bütün ölkə boyu küçələrə doldu, meydanlara doldu və şüarlar səsləndirdi. Sizcə, səssiz bir ölkənin görüntüsü belə ola bilərmi? Eyni dünya mediası 2 həftə əvvəl rejim çökür deyirdi. Eyni kanallar xalq ayrılıb deyirdi. Amma dünən küçələrdə görünən başqa bir mənzərə idi. İranı anlamaq üçün başlıqlara baxmaq kifayət deyil. Twitter trendinə baxmaq kifayət deyil. İranı tanımaq üçün onun küçəsinə baxmaq lazımdır. Onun öz xalqına baxmaq lazımdır. Dünya 2 həftə əvvəl sonunu gözləyirdi. 2 həftə sonra isə milyonlar meydandaydı. İranı başa düşmək istəyirsənsə, filtrlənmiş ekranlardan yox, meydanlardan bax. Fake xəbərlərdən uzaq qalmaq istəyirsənsə, Bulaq TV-ni izlə.